Bir şey diyeyim, videoların sonunda en çok istifadə olunan frazalardan birisi de yəqin nə demək istədiyimi anladındır. Səncə o sözü dediğin adamlar həqiqətən də anlayırlar mı səni? Mən dediyim cümləni anlamaq üçün sıradan bir savad bəs eləyir. Mütləq alim və ya elm sahibi olmaq lazım deyil. Anlamayan kütlələr də var, amma anlayan kütlə daha çoxdur. Bilirsiniz, mən fikirləri bəzən üstü örtülü deyirəm. Onu deyirəm də mən. Deyirsən, pas atırsan onlara da. Bəlkə onlar başa düşmür. Yəni, məsəl üçün, indi başa düşsə də, düşməsə də mən video formatım elədir. Mən fikrimi çatdırıram. Hər bir insan üzərində xeyir dua yaranır, istər-istəməz. Yəni, mən bəyənən də, bəyənməyən də mənim vasitəmdən xeyir dua alır. Mən məsəl üçün söymürəm, təhqir və ya tənqid eləmirəm, sadəcə Allahın yolunu gedirəm. Müsəlman bir dünyada, ölkədə, rayonda yaşadığımıza görə də o söz heç vaxt dilimdən düşməyəcək. Mən yenə bir daha çox xoşbəxtəm ki, bütün Azərbaycan gəncliyi, Azərbaycanın bütün yaş kateqoriyasında olan dəyərli insanlar, hər kəs mənim sözümə istifadə edir. Yəni, bu mən sözüm nəyin ki, öz rayonumda bütün hara getsəm, hansı rayona getsəm, mütləq qarşıma çıxır.